Ermənistan Statistika Komitəsi 2024-cü il üzrə yoxsulluğun vəziyyəti adlı geniş hesabatını dərc edib. Yenavaz.com hesabatı istinadən xəbər verir ki, Ermənistanın ən yoxsul rayonu Şirakdır. Burada əhalinin 43% yoxsul kateqoriyasına daxildir. İkinci yerdə Tavuş yerləşir. Bu regionda yoxsulluq səviyyəsi 39,9% təşkil edib. Vaya Tustuzor, Gegarkunik, Armavir və Kotak bölgələrində də yoxsulluq göstəriciləri ölkə üzrə orta səviyyədən yüksəkdir. Ən aşağı göstəricilər isə Aragatsotun və Syunik bölgələrində qeydə alınıb. Qeyd edək ki, Ermənistanda 2024-cü ildə ümumi yoxsulluq səviyyəsi 21,7%, ifrat yoxsulluğu isə 0,6% olub. Rəsmi hesablamaya görə vətəndaşın aylıq istehlakı 53.420 dramdan çox deyilsə, o yoxsul sayılır. İstehlak xərcləri 29.196 dramdan azdırsa, bu artıq ifrat yoxsulluq kimi qiymətləndirilir. Hesabatda göstərilir ki, ailə nə qədər böyükdürsə, yoxsulluq ehtimalı da bir o qədər artır. 6 üzvlü ailələrdə yoxsulluq səviyyəsi 27,4%, 7 və daha çox üzvlü ailələrdə isə 39% olub. Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycanda yoxsulluq səviyyəsi 5,3%, yoxsulluq həddi isə 270,1 manat olub.